Salam. Salam. Bugün sizinlə Redkalenkadan 5-ci dərsimizi keçəcəyik. Yeni sözlər oxuyuram. Я русский, а вы, mən rusam, bəs siz? Новые слова, yeni sözlər. Nacionalность, millət. Кто ты по национальности? Sən millətcə kimsən? Кто вы по национальности? Siz millətcə kimsiz? Русский, kişi cinsində rus, yəni rus kişi, ruskaya, rus qadın, ruskiyə, ruslar. Amerikanец, amerikanka, amerikanцы. Kişi cinsində amerikalı kişi, amerikalı qadın, amerikanlar. Angliçanin, angliçanka, angliçani. İngilis kişi, İngilis qadın, İngilislər. İspanic, ispanka, ispansı. İspan kişi, İspan qadın, İspanlar. Немец, alman kişi, Nemka, alman qadın, Nemцы, almanlar. Город, qarada, şəhər, şəhərlər. Dеревня, kənd. Dеревни, kəndlər. Сейчас, indi deməkdir. Раньше, əvvəllər. Красивый, gözəl. Keçdik 14-cü söz. Маленький, kiçik, balaca. Большой, böyük. Старый, qoca, köhnə. Новый, yeni. Родной, doğma, əziz. Какой ваш родной город? Sizin doğma şəhəriniz hansıdır? Мой родной город, mənim doğma şəhərim. Жить, yaşamaq deməkdir. Где вы сейчас живете? Siz indi harda yaşayırsınız? Сейчас я живу. Вы. İndi mən yaşayıram. Где вы жили раньше? Siz əvvəl harda yaşayırdınız? Раньше я жил в. Məsəl üçün, в Baku. Əvvəl mən yaşayırdım Bakıda. Быть var idi deməkdir. Var olmaq deməkdir. Keçmiş zamanda. Keçdik dialoqlara. Диалог 1. Birinci dialoq. Давайте познакомимся. Gəlin tanış olaq. Меня зовут Ральф. Məni Ralf çağırırlar. Я немец. Mən almanam. Очень приятно. Çox xoşdur. А меня зовут Катя. Məni isə Katya çağırırlar. Я русская. Mən rusam. Катя, а какой ваш родной город? Katya, bəs sizin doğma şəhəriniz hansıdır? Мой родной город Москва. Mənim doğma şəhərim Moskvadır. А ваш, bəs sizin? А мой родной город Berlin. Mənim isə doğma şəhərim Berlindir. Keçdik sizlə ikinci dialoqa. Dialoq номер 2. İkinci dialoq. Добрый вечер, Роберт. Axşamın xeyir, Robert. Как дела? İşlər necədir? Спасибо, отлично. Sağ ol, əladır. Роберт, а кто ты по национальности? Robert, bəs sən millətcə kimsən? Я англичанин, а ты русская? Mən ingilisəm, bəs sən russan? Da, я русская. Bəli, mən rusam. Мой родной город Новгород. Mənim doğma şəhərim Novgoroddur. А ты был в Новгороде? Bəs sən olmusan Novgorodda? Да, был. Bəli, olmuşam. Это очень красивый, большой и старый город. Bu çox gözəl, böyük və qədim şəhərdir. А какой твой родной город? Bəs sənin doğma şəhərin hansıdır? Мой родной город London. Mənim doğma şəhərim Londondur. А ты была в Лондоне? Bəs sən olmusan Londonda? Нет, не было. Xeyr, olmamışam. Dialoq 3. Üçüncü dialoq. Дима, это моя подруга. Dima, bu mənim rəfiqəmdir. Ее зовут Мария. Onu Maria çağırırlar. Очень приятно. Çox xoşdur. Maria, кто вы по национальности? Maria, siz millətcə kimsiz? Yəni, siz millətiniz nədir? Я испанка. Mən ispanam. Раньше я жила в Гранаде, а сейчас живу в Москве. Mən əvvəl Granadada yaşayırdım, indi isə Moskvada yaşayıram. А вы были в Испании? Bəs siz İspaniyada olmusunuz? Нет, не был. Xeyr, olmamışam. Maria, а вы работаете или учитесь в Москве? Maria, bəs siz Moskvada yaşayırsınız, yoxsa oxuyursunuz? Я учусь в университете и работаю в фирме. Mən universitetdə təhsil alıram və şirkətdə işləyirəm. Я переводчик. Mən tərcüməçiyəm. Диалог 4. Dördüncü dialoq. Катя, это твои друзья? Katya, bu sənin dostlarındır? Да, это мои друзья. Bəli, bu mənim dostlarımdır. Это моя подруга Марта. Bu mənim rəfiqəm Martadır. Она немка, o almandır. Она работает в посольстве. O səfirlikdə işləyir. Это Стивен. Bu Stevendir. Он американец. O Amerikalıdır.
Его родной город Нью-Йорk. Onun doğma şehri New York'tu. Сейчас он тоже живет в Москве и учится в университете. İndi o da Moskvada он тоже yaşayır və universitetdə təhsil alır. Это Сергей. Bu Sergeydir. Он русский, o rusdur. Раньше он жил в Германии. Əvvəl o Germaniyada yaşayırdı. Очень приятно. Çox xoşdur. Меня зовут Juan. Məni Juan çağırırlar. Я испанец. Mən ispanam. Мой родной город Барселона. Mənim doğma şəhərim Barselonadır. Сейчас я тоже живу и работаю в Москве. İndi mən də yaşayıram və işləyirəm Moskvada. Я была в Барселоне. Mən Barselonada olmuşam. Это очень старый и красивый город. Bu çox qədim və gözəl şəhərdir. Keçdik mətnə. Мы живем в Москве. Biz Moskvada yaşayırıq. Mətnimiz belə adlanır. Здравствуйте, salam. Меня зовут Антонио. Məni Antonio çağırırlar. Моя фамилия Лопес. Mənim soyadım Lopesdir. По национальности я испанец. Mən millətcə ispanam. Сейчас по профессии я переводчик. Mən peşəcə tərcüməçiyəm. Сейчас я живу в России. Mən indi Rusiyada yaşayıram. Так. Я работаю в посольстве. Mən səfirlikdə işləyirəm. В Москве. В посольстве в Москве. Mən Moskvada səfirlikdə işləyirəm. Моя жена и мои дети сейчас тоже живут в Москве. Mənim həyat yoldaşım və uşaqlarım da indi Moskvada yaşayırlar. Живут, yaşayırlar deməkdir. Моя жена работает в университете. Mənim həyat yoldaşım universitetdə işləyir. Она преподаватель, o müəllimədir. А мои дети учатся в школе. Mənim uşaqlarım isə məktəbdə təhsil alırlar. Раньше мы жили в Мадриде. Əvvəllər biz Madriddə yaşayırdıq. Madrid это большой и красивый город. Madrid bu böyük və gözəl şəhərdir. Но мой родной город Salamanca. Amma mənim doğma şəhərim Salamancadır. Salamanca это маленький, старый и очень красивый город. Salamanca bu balaca, qədim və çox gözəl şəhərdir. Мои родители живут в Salamanca. Mənim valideynlərim Salamancada yaşayırlar. А это мой друг Иван. Bu isə mənim dostum İvandır. Он тоже работает в посольстве. O da səfirlikdə işləyir. По национальности Иван русский. Millətcə İvan rusdur. По профессии он экономист. Peşəcə o iqtisadçıdır. Сейчас Иван и его семья живут в Москве. İndi İvan və onun ailəsi Moskvada yaşayırlar. Его жена повар. Onun həyat yoldaşı aşbazdır. Она работает в ресторане. O restoranda işləyir. Это новый и очень красивый ресторан. Bu yeni və çox gözəl restorandır. Раньше они жили в Санкт-Петербурге. Əvvəl isə onlar Sankt-Peterburgda yaşayırdılar. Санкт-Петербург их родной город. Sankt-Peterburg onların doğma şəhəridir. Я тоже был в Санкт-Петербурге. Mən də olmuşam Sankt-Peterburgda. Это большой, старый и очень красивый город. Bu böyük, qədim və çox gözəl şəhərdir. А где ты живешь? Bəs sən harda yaşayırsan? Какой твой родной город? Sənin doğma şəhərin hansıdır? Где ты жил раньше? Sən əvvəl harda yaşamısan? Вопросы к тексту. Mətnə aid suallar. Ответьте на вопросы по содержанию текста. Mətnə əsasən suallara cavab verin. Birinci sual. Кто Антонио по национальности? Antonio millətcə kimdir? Cavabı da var. Он испанец. O ispandır. İkinci sual. Где работает Antonio? Antonio harada işləyir? Mətnə əsasən suallara cavab verəcəksiniz. Его жена работает. Sual verir. Onun yoldaşı işləyir. Где? Harda? Так, дальше. Мадрид его родной город. Madrid onun doğma şəhəridir. Xeyr, orada yazmışdı Salamanca'da. Его дети живут в Salamanca. Onun uşaqları Salamanca'da yaşayırlar. Yenə də xeyr, yazmışdı. Moskvada yaşayırlar. Кто Иван по национальности? İvan millətcə. İvanın milləti nədir? Belə deyək.
İvan rus adıdır. Deməli rusdur. Burada da qeyd edibdir ki, rusdur. Где он живет сейчас? İndi o harda yaşayır? İvan. İvan Moskvada yaşayır. Onu da qeyd edib. Antoniya был в Sankt-Peterburg'e. Antoniya Sankt-Peterburg'da olub. Mətnə əsasən tapacağıq, cavablarını yazacağıq.